Ucuz dönər, bahalı dönər və gedib dönərləri yerində dənəyəcəyik və məkanında yeyib onları puanlayacağıq. Acam. Özdəki video girişdən və səhərdən mənə bezdiriblər ki, papağı çıxart. Papaq fiskaldırır dostlar. Məncə yaxşıdır. Dostlar, Instagramda məni takib eləyin də nə olar? Mənə takib edin də, mən tez. Orxan Qeymiz, Hüseyn Alttanxat Pənəliyev və Yusif rəsmi olacaq idi, yoxdur. O yox, Bunun Instagramı yoxdur. Bunun yerinə məni takib eləyin. Nə dersən? Eləmə, Allah qızmaz. Alacınmaz. Bağıt qalsına var ya. O, necə getdin qaqaş? Nə oldu ona? Hə? Yaxşı öldün? Pis oldu, nə məndə? Ola 4 saniyə belə hərəkət elədi. Hə, sonra düzəldi. Allah şəfa versin. Asması var da yəqin. Hə, asması var yəqin. Lan bir ayaq idi. Bax xotqasına baxın. Ola nə olur? Batırdı. Ha, dönər yeməyə gedirik səhər-səhər. Balçıqların üstündən keçirik. Karizmatiksən sən Yusuf. Nə edirsən sən? Buraya. A few moments later. İlk testimiz buradan başlayacaq və növbəti görə 2 manat 50 qəpiyə dəyərmi? Dostlar. Azərbaycanda olduğu demədən göstər. Çıxarmaq istəmirəm də. Bu zaman şeydir bu. Qaqaş, qaqaşlarsan, azından öldür. Dönər azam. İlk dönərimdir, daha tatlı yetəcək. Bu buranın dönəri ilə böyüyüb. Dadlıdır. Dadlıdır uşağım. 9 verəm. Məncə 9,5. 9 verərəm. Toplam nə qədər oldu? 27-5. 27-5. Qəşəng, çox sağ ol, əzim var o. Əllərinə sağlıq. Bəs də sən həmişə beləsən, hə? İyi də. Ağzı açayım da, ağzı açayım, yeyəcək onu. Allah var eləsin. Halal elə qardaşım, çox sağ ol. Demək sağ olsun, 2 manatlı qəpiyə heç götürmədi. Bəh. Salam aleykum. Zəs qardaş, nə var nə yox? Özüm düşürəm, narahat olma. Belə də ki, sən özün də karizmatik, simpatisli oğlansan. İşə də bilərsən, nə olacaq? Ustasan da, bizə üçün bir dənə dönər düzəldirsən, 3 yerə bölürsən. Vay canına. İndi bir dənə dönər yeyəcəyik. Burada da dostlar, görə buran dönər necədir? Sənin dönərin də pis deyil ha. Bir dəfə yemişəm, az olanda vəxşət axırda dönərin sən. Allah səni var eləsin. Burada yenə də toyuq dönərdir. Dönər neçədir sizdə? 3 manata. Biraz elə bir 50 qəpik oradan bahadır. Hörmətli nötron, videolarımıza like atmırlar. Girib videolarımıza çıxır, Videomuzu dostlar izlənmə dəqiqəsi aşağı olduğuna görə kəşfədə çıxmır. Bu qədər əziyyətin boşa çıxır. Uşaqlar like atın və gözəl şərhlərinizi bildirin. Və bu arada Instagram səhifədə də Hüseyn müəllimi takib edin və məni də takib edin. Çünki növbəti videomuz Instagram üzərindən gələcək. Bir günümüzü Instagram üzərindən sizlər yönədəcəksiniz. Yəni Instagramda deyəcək bu elə bir siz yönədəcəksiniz. Belə bir içərikimiz var. Qardaş mənə elə baxdı. Mən bura baxsam da səni görürəm qardaş. Allah var eləsin. Mən yan görüşüm var dostlar. Yandan mən kimsə baxanda mən görürəm. Bir əlim qabağımda, bir əlim dalımda. Əsl aşpazdır da bu da, aşpaz. Sənin dönərin biraz yekədir. Konkret yekədir. Yəni 3 manata belə baxanda elə bu dönər, elə bir dənə dönər kimidir, elə bunlar da əlavə çıxır. Bəli, yeyəcəm. Bismillah. Bəli, içini də göstərək dostlar. Bax içi doludur. Nəyi var doldurub? Əl dəlin, sevgi qatıb buna. Bu qaqaş deyəsən sevgi qatıb. Bu da Neapol kruğunda dostlar, elə Neapol kruğunun dönəndə bu da. O da Neapol kruğunda da bu da. Nə gedir bura? Neapol dairəsi. Yox, belə dönərxananın adından nerede gedir? Dönər. Ad qoyardınız da, Allah sağ. Bəli, dönər. Neapol kruğunda dönər. Yox, dönət abi, dönət. Hə? Dönət. Dönət, bəli. Neapol kruğunda dönət. Bəli. Dönən ət də yəni. Bu zarafatdan sonra çıxmayın da. 3 manata haqq edir. Sən nə qatmısan buna qaqar? Sevgi qatmısan, sən buna deyəsən. Sevgi ilə pişirmirsən, sən buna. İnsan deyir, işin sevməlidir də, o da var ha. 9.5. 10, 9.5, 29.5. Bunu şükürlər həmdəllah, gedək başlayaq. Qardaş, müştəri deyirəm ki, bu pulu verim. Allah var eləsin. Allah var, sənə qurbandır bu. Yox, nereden? Allah var eləsin. Sən üzüyü göstərim sənə. Yaraşıqlı üzüyü göstərim sənə YouTube-da. Sağ olun uşaqlar, nuş olsun sizə, var olun. Bəli, buradan da bizə pul götürmədilər. Pulsuz yeyirik, amma qiyməti var da, yəni qiyməti odur. İndi qabaqda bir dənə dönər yeri var, oraya gedirik. Biz şey yiyənlər, rastsız həyat. Dilənçilər. Dilənçi YouTuber. Salam aleykum qardaş.
Bir dənə dönər düzəldərsiniz. Onu 3 yerə bölərsiniz. Quzu dönər ən yaxşısı hansısa bahalısı ondan. Hə. Növbəti dönər yerimiz buradır. Buranı dənəyəcəyik. Bilmirik qiymətini elə. Ən yaxşı dönəri demişik və bir yaxşı dönər, ikinci dönər mən çox bəyəndim. Sosu da qəşəng idi. İçində çox doldururlar. Bəlkə də videoda bilmirəm. UC və jetonlarınızı rahat şəkildə necə vurursunuz? 055 218 46 40. Bəli, 070 218 46 40, 055 218 46 40 yazıb UC və jetonlarınızı ala bilərsiniz. Və həmçində Hüseyni də Instagramda takib edin. Çünki bu arada TikToka da gəlmişəm. TikTokda da varam və TikTokda yeni bir hesab açmışam və orada maraqlı kəsintilərimizi paylaşırıq. Oradan da məni takib edin və gözləyirik görək bizim dönərimiz gəlsin. Qrup yox bax. Aa, 4.80. 4.80. Amma qəşəng görüşür ha buradan. Sən çox yeyənsən. Deməli, sənə bunu verdim. Qiymət neçədir sizdə buna? Quzu yarpaq 4.50 ya. Hə, 4.50-yə, tamam. İçi qəşəng. Bu dönərimiz 4.50-yədir. Ağızda əriyir. Yox, dəyər 4.50-yə. Ətə görə ət bahadır axı bilirsiniz. Biraz da doymuşuq dostlar, o da var. Bu da Əhməddə yerləşir dostlar, şeydə Araz marketin yanında quzu dönər var, oradır. Burada dostlar 3 manatlıq da dönər var, üstündə bir dənə ayran olan. Amma ən bahalı dönər budur, bu ətlə dönərdir. Mənim puanım 8.5-dir. Mən belə getdi. Mən quzu əti xoşlamıram. 9 da qəşəng olar. Hə, 9, 7 və 8.50. Beləliklə 3 dənə yerə dəydik və bunun dönərinin də qiyməti 4 manat 50 qəpikdir. Belə videolar üçün nə etmək lazımdır? Like atın dostlar, nə olar? Çıxmayın videodan. Videodan çıxmağınız mənə ziyan verir. Əgər doğrudan da bizi izləmək istəyirsinizsə, daha çox belə videolar istəyirsinizsə, videonu axıra kimi izləyin. Yəni maraqlı kadrlarımız olur. Yəni izləyin və biz də belə videolar çəkək. Çöl videolar əgər istəsəz, belə çöl videolarımız gələcək. Yorumlarda bilin. Sokaq ləzzətləri və s. kimi belə videolar gələcək. Gözəl yorumlarınız da bax buradan çıxacaq. A few moments later. Hüseyn, məşhur Hüseynin Instagram səhifəsində izləyin. Çünki artıq onun 45 takipçisi var. Yox, 45, 75. Oğlu 75 imiş. 100 eləyəydi onu. Hüseyn altdan xətt Pənəliyev. Artıq bilirsiniz, heç buradan çıxması da olar. Bilin, yazın, takip atın və Orxan Gemisə də Instagramda takip atın. Ha, gəl də. Ay, bili. Eləmə, eləmə. Poxa batdın. Ay, bili. Sürt ayağı. Dayan. Ay dada. Ay dada. Zəhləm gedir belə şeydən. Ora batıranın var yox lan əhlət. Mən ayaqqabım belə getdi. Gəl, ot var, gəl. O itinə məsələsi deyil. Hə. O çox böyük idi. Məsələ başqa məsələdir. Ayağı. Bir də pişik. Gəl. Hətta da. Gördün. Sən də. Su. Dələ. Yardım da. Hayır, kaçma. Kulağım dadım söyleme. Hə. Ürəyim dayandı. Hə. Qozalıq. Ağaçta çərtkə var. Hani? Daha ağaçta. Hani?